Son vaxtlar ən çox verilən suallardan biri budur. 2026-cı ildə manat devalvasiya oluna bilərmi? Qısa cavab budur. Bunu heç kim dəqiq deyə bilməz. Amma iqtisadda əsas məsələ dəqiq bilmək deyil, risklərin düzgün qiymətləndirməkdir. Manatın sabitliyi əsasən 3 faktordan asılıdır. Birincisi, neftin qiymətləri, ikincisi, dövlət büdcəsinin vəziyyəti, üçüncüsü isə ölkənin valyuta ehtiyatları. Əgər neft qiymətlərində ciddi eniş baş verərsə, büdcə xərcləri artarsa və eyni zamanda dollara tələb yüksələrsə, milli valyuta üzərində təzyiq yaranır. Bununla yanaşı, qlobal faktorları da nəzərə almaq lazımdır. ABŞ dollarının güclənməsi, qlobal faiz dərəcələrinin yüksək qalması və regionda baş verən geosiyasi risklər kimi amillər xüsusilə kiçik və açıq iqtisadiyyata malik ölkələrin valyutalarına birbaşa təsir edir. Bu deyən bu deyilənlər o demək deyil ki, 2026-cı ildə manat mütləq devalvasiya olunacaq. Lakin bu onu göstərir ki, bütün vəsaiti yalnız manata saxlamaq düzgün strategiya deyil.